Övladımı hansı idman növünə qoymalıyam? Valideynlər tez-tez soruşurlar ki, biz övladlarımızı hansı idman növünə qoymalıyıq? Bu suala doğru cavab vermək üçün uşağınızın anatomik, psixoloji və sosial xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, uzun ayaqlara və çeviş bədənə malik olan uşaqlar üçün taekvondo kimi döyüş sənətləri əla seçimdir. Bu idman növü çeviklik, sürət, güc və balansı inkişaf etdirir. Beyində dopamin və serotonin səviyyələrini artıraraq uşaqda özünə inamı gücləndirir. Qısa boylu və güclü bədən quruluşuna malik uşaqlar üçün isə cüdo və ya güləş kimi idman növləri daha çox uyğundur. Araşdırmalar göstərir ki, bu kimi idman növləri güclü dayanma və psixoloji dözümlülük yaradır. Təbii ki, uşağın psixoloji xüsusiyyətləri də vacibdir. Utancaq və introvert uşaqlar üçün üzgüçülük, şahmat kimi idman növləri əla seçim ola bilər. Enerjili və sosial uşaqlar üçün isə komandalı idman növləri, məsələn futbol, basketbol, voleybol kimi idman növləri daha uyğun seçimdir. Əziz valideynlər, unutmayın ki, doğru idman seçimi uşağınızın təkcə fiziki deyil, intellektual və emosional inkişafını da dəstəkləyir. Körtəbii deyil, elmi faktlara əsaslanan idman növlərinin seçimi övladınızı uğura apara bilər. Belə, artıq siz də bilirsiniz ki,